Günlük bürc proqnozu 31 oktyabr 2025. Qoç. Duyğularınız artıq qarışıqlığa tabedir. Siz təlqinə uyğunsunuz. Mənfi insanlar ya da şərtlərdən qaçının. Duyğularınız səhv anlamağa səbəb olacağından ünsiyyət zamanı onları dəqiq bir şəkildə köçürdüyünüzdən əmin olun. Duyğularınızda israr etməkdən və hər şeydən əvvəl əşyalara asılılıqdan qaçının. Əkizlər. Əlinizin çata bilməyəcəyi insanlarla yuxu kimi əlaqələrdən qaçının. Romantik işlərinizdə yaxın yoldaşlarınızın tövsiyəsini diqqətə alın. Siz birinə dəlicəsinə aşiq ola bilər və çox yaxınlıqdan ötəri hər şeyi açıq bir şəkildə görə bilməyə bilərsiniz. Bütün əlaqələr, iş və ya romantik olsun, bu dəqiqə əskikliyini çəkdiyiniz bir duyğu olan həqiqətlə uyğun gəlməlidir. Şir. Güclü bir həqiqət duyğusuna sahib olmaq üçün əlinizdən gələni edin. Hər şeyi edə biləcəyinizi hiss edə bilərsiniz. Amma hər kəs kimi sizin də məhdudlaşdırmalarınız var, həqiqi ola bilməyəcək qədər qulağa xoş gələn, istər dini istəsə də öz-özünə kömək hərəkəti olmaq üzrə hər şeydən qaçının. Bunlar böyük ehtimalla gerçək deyil. Tərəzi. İndi yeni məlumatları eşidib narahat olmayın. Sizi hirsləndirən şey yadlıq hissidir, həqiqətlər deyil. Yeni düşüncə və fəlsəfələr ilə başa çıxmaq üçün hazır olana qədər uzun vədəli qərarları təxirə salın. Ox atan. İçdən gələn ani itələyici hisslərin fərqində olun. İndiki qarışıqlıqlar həyatınızdakı həll edilməmiş gərginliklərdən qaynaqlanmaqdadır. Bu gərginliklər şuuraltınızdan, varlığınızın təməlindən ortaya çıxmaqdadır. Baş verəcək hadisələr köklərinizi sarsıda bilər. Problemləri önləməyin, lakin dağıdıcılıqdan qaçının. Lazım olsa müalicə istəyin. Dolça. Yoldaşlarınızı və qonşularınızı dərin bir anlayışla qarşılayaraq ruhi istiqamətinizi inkişaf etdirin. Hər kəsin içindəki ruhu görməyə çalışın. Həyatınıza daha çox məna vermək üçün bir guru lazım deyil. Özünüzü dərindən araşdırmaq üçün bu zamandan yaxşı istifadə edin. Buğa. Sizin ünsiyyət və ağıl icra etmə qabiliyyətləriniz indi geri təpə bilər. Bu təsir keçənə qədər əhəmiyyətli qərarlarınızı xüsusilə iş mövzusunda təxirə salın. Tək bir düşüncəyə asılı olmamağı önləyin və fokuslanmaq üçün əlinizdən gələni edin. Hər şeydən əvvəl dürüst olun. Xərçəng. Əgər özünüzü dünyanı fəth edilmiş kimi hiss etmirsinizsə də indi özünüz üçün üzülməyin. Etdiklərinizlə və özünüz olmaqdan sevinç duymalısınız. Bütün əlaqələrinizdə dürüst olduğunuzdan əmin olun. Mümkün olduğu qədər istirahət edin. Sevinin. Qız. Həyat indi sizin üçün çəhrayı görünməyə bilər, amma ehtimalla sizin istədiyiniz vəziyyətdən daha yaxşıdır. Mənfi bir davranış hərəkətləri zəiflətməkdədir. Güvən əskikliyiniz sizin üçün sonsuz dövr meydana gətirir. Öz ayaqlarınız üzərində durun, güclü olun, ancaq yalnız etməniz lazım olanları edin. Tam bir tibbi müayinə alın. Əqrəb. Bu dövr sizin orta yaş böhranınızın bir parçasıdır. İdeallarınız və onlara necə çatacağınız mövzusunda narahat olursunuz. Bu zamanı həyatınızın necə olub da indiki kimi bir vəziyyətə gəldiyini araşdırmaq üçün istifadə edin. Dəyişikliklər etmək üçün yaxşı bir zaman deyil. Uzun vədəli qərarlarınızı daha sonraya buraxın. Oğlaq. Artıq həyatınızın istiqamətini sorğulamaqsınız. Başınız qarışmış olduğuna görə başqaları ilə birbaşa qarşı durmalardan qaçına bilərsiniz. Bu davranış təhlükəlidir. Dürüst olun və işlər çətinə düşmədən onları təxirə salın. Köməksevər olmağı təcrübə edin. O zaman xoşbəxtlik tapa bilərsiniz. Balıqlar. Mənəvi hədəflərə çatmağı artıq daha asan hesab edə bilərsiniz. Siz gözəgəlimlisiniz və insanların istəyərək sizinlə əməkdaşlıq etdiyini görəcəksiniz. Dünyəvi işlərlə daha az əlaqədarsınız və bunun üçün xoşbəxtlik duyursunuz. Bu davranış bir müddət üçün maddi olmayan amma əhəmiyyətli faydalar verəcək.